Aprelin 2-də Almaniya prezidenti Frank-Walter Steinmeier ölkəmizdə rəsmi səfərdə olub. Səfər çərçivəsində keçirilən görüşdə Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edib. Çıxışı zamanı ölkə başçısı vacib məqamlara toxunub, mühüm açıqlamalar verib. Hörmətli tamaşaçılar, Prezident İlham Əliyevin həmin çıxışını sizlərə təqdim edirik. Hörmətli cənab prezident, hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə cənab prezident sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi diyaloq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib siz Azərbaycana rəsmi səfərə gəlmişsiniz. Söhbət əsnasında həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən 3 dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə biz öz ticarət dövriyyəmizin şaheləndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq. Xüsusilə bərpa olunan enerji sahəsində hardakı Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpa olunan enerji növlərinin istehsal gücünü 6 gigavata çatdırmaq fikrindəyik və bu tam realdır və bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir. Keçən il bildiyiniz kimi Azərbaycan COP29 beynəlxalq iqlim konferansına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir. 197 ölkəni təmsil edən iştirakçılar və böyük uğurlu nəticələrlə zəngin idi bu konferans. Yeganə iştirak etməyən ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə ki, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konferansı boykot etməsi başa düşülən deyildi. Bugün bu məsələdə müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır. Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. 1 milyon Azərbaycanlı erməni aqressiyasına görə evsiz, eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20%-i işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Və məhz bu tarixi zəfərimiz sülh danışıqlarına yol açmışdır. Və hesab edirəm ki, bugün Azərbaycan və Ermənistan sülhün əldə edilməsində kifayət qədər bir-birinə onların mövqeləri yaxınlaşmışdır. Eyni zamanda digər beynəlxalq məsələlər bugün müzakirə edildi. O cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi, bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və
səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi. Bir daha demək istəyirəm ki, bu səfərin əminəm ki, çox müsbət nəticələri olacaqdır. İki tərəfli münasibətlərimizin tarixində bu Almaniya prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir. Bir daha xoş gəlmişsiniz. Salam, mənim adım Ulrich Steinkolder, DPA agentliyi. Cənab Əliyev, sizin İrəvandakı həmkarınız bildirmişdir ki, bu müqavilənin həyata keçirilməsində yaranmış maneələr aradan qaldırıla biləcək maneələrdir. Onun özü buna çalışır. Çətinlik ondadır ki, sizin ölkəniz əlavə tələblər irəli sürür. Xahiş edirik, izah edin. Sülh müqaviləsini imzalamaqda nə qədər ciddisiniz? Sülh sizin üçün nə dərəcədə ciddidir? Bugün söhbət əsnasında mən cənab prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, 2-ci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskar olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ ki fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdi və bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıydıq. Ermənistandan hər hansı bir cavab gəlmədiyi üçün biz bu mümkün olan müqavilənin əsas prinsiplərini də ortaya qoyduq. Yadımdadır, 5 əsas prinsip irəli sürülmüşdü və bu prinsiplər əsasında müzakirələrə start verildi. Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ Respublikasının taleyini salmaq istəyirdi. Biz isə buna qətiyyən etiraz edirdik, çünki Dağlıq Qarabağ adlı respublika yoxdur. Bu ancaq Ermənistanın hülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Və bu bizim daxili işimiz olduğu üçün biz təbii olaraq dövlətlər arası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik. Ancaq 2023-cü ilin sentyabr ayında separatizmə son qoyulandan sonra Qarabağ torpağında Ermənistan bir neçə aydan sonra o təkidlə irəli sürdüyü maddəni sülh müqaviləsinin mətnindən çıxarmağa razı olmuşdur. Və faktiki olaraq real danışıqlar hardasa bir il bundan əvvəl başlamışdır. Bugünə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paragrafdan ibarətdir və Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bugünə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib, BMT nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində və konflikt həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı tanıdığı üçün ATƏT-in Minsk qrupunun de jure fəaliyyətində heç bir əsas qalmamışdır. Onsuz da de facto bu qrup fəaliyyət göstərmir. Və Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən nə üçün? Bəlkə yenə də bizə qarşı
ərazi iddiası ilə Ermənistan çıxış etmək istəyir. Onların sürətli silahlanması, öldürücü silahları əldə etməsi, bu sahədə onlara əsas yardımçı olan Fransanın onları yeni provokasiyalara, təhribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni bu birinci məsələdir. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var. Və bu bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Və bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir. Salam. Cənab Prezident Əliyevə sual vermək istərdim. Siz 17 bəndi qeyd etdiniz. Həmin 17 bənddən Azərbaycan üçün hansı ən vacibdir? Əslində belə tarixi müqavilələrdə hər bir paraqraf, hər bir bənd böyük əhəmiyyət daşıyır. Mən Prezident Ştaynmayerlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni çox da həddindən çox yükləmək də istəməmişdi. Ona görə çox yığcam müqavilədir, əsas prinsiplərini əhatə edir. Və yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər Nazirliyinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoşniyyət göstərib. Əks təqdirdə bu sənəd ərsəyə gəlməzdi. Bu birinci. İkinci, Ermənistanda və bəzi qərb dairələrində Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmaq istəyirlər. Bu da tamamilə əsassızdır. Çünki artıq qeyd etdiyim kimi, bu prosesin təşəbbüskarı Azərbaycan olub, əsas prinsipləri işləmiş Azərbaycan olub və biz xoş niyyət göstərərək bu danışıqlarda iştirak eləmişdik. Və əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə bir real şərt qoysaqdıq ki, Ermənistan onu qəbul etməzdi. O ki qaldı bu prinsiplərin əsasında ən vacibinə, əlbəttə ki, bu Ermənistanın Azərbaycan ərazi bütövlüyünün tanımasıdır, Qarabağ daxil olmaq şərti ilə. Özü də o Ermənistan hökumətindən ki, 2019-cu ildə bu hökumətin başçısı Xankəndidə, Azərbaycan ərazisində, hara ki qanunsuz gəlmişdi, mitingdə bəyan etmişdir ki, Qarabağ Ermənistandır və nöqtə. Bugün Ermənistanı, mən bunu bir neçə dəfə demişəm, bəziləri sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Amma Ermənistan hökuməti həmən hökumətdir ki, hakimiyyətə 2018-ci ildə gələndən sonra bütün o vaxta qədər aparılmış danışıqları sıfıra bərabər etdi. Bildirdi ki, Azərbaycan dırnaq arası qanunsuz Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparmalıdır. Bizə qarşı əsassız ərazi iddialarını nəinki aradan götürmədi, hətta öz tələblərini daha da sərtləşdirdi. Həmən, bax, bugünkü Ermənistan hökumətinin Müdafiə naziri açıq demişdir ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Yəni, indi bugünkü Ermənistan hökumətindən və onun başında duranlardan sülh göyərçini düzəltmək
tamamilə yanlış və əsassızdır. Və bugün razılaşdırılmış mətn onu göstərir ki, Ermənistan məcburən bu sülh müqaviləsinə imza atır. Çünki döyüş meydanında əldə etdiyimiz qələbə, ondan sonra siyasi müstəvidə Azərbaycan mövqeyinin üstünlük təşkil etməsi, Ermənistanın arxasında duran bəzi Avropa ölkələrinin səylərinə rəğmən nə BMT Təhlükəsizlik Şurası, nə Avropa İttifaqı Azərbaycana qarşı hər hansı bir məhdudlaşdırıcı ölçü götürmədiyi üçün bugün Ermənistan məcbur olub Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə bu bəndlər arasında təbii olaraq məhz budur və Qarabağ Ermənistandır və nöqtə deyən bir adam bugün Qarabağ Azərbaycandır deyir. Hesab edirəm ki, bu gözəl bir təkamül prosesidir və bunu biz alqışlayırıq.